Gəlmişəm tələbə adını qazananlara tövsiyə verməyə. Niyə bilmirəm, hamımız sizə tövsiyə veririk. Bu tövsiyələr Sevinç Edition. Mən sizə layihələrə qoşulun, könüllü olun deyəsi yaşda deyiləm. 30 yaşdan tövsiyələr. Birincisi, şükür etmək. Araşdırmalar göstərir ki, şükür edən insanların ümumilikdə xoşbəxtlik səviyyəsi daha yuxarı olur. Gününüzün hansısa bir hissəsində səhər, axşam yazaraq və ya sadəcə bir insanla danışaraq şükür etməyi mütləq həyatınıza qatın. Şükür edən insanlar həm də həyatlarında nə baş verirsə versin, həyatlarından razı olurlar, məmnun olurlar və həyatında istədiyin şeyi etmək üçün birinci şərt olduğun yerdən məmnun olmaqdır. Paradoksal bir şəkildə olduğun yeri davamlı olaraq dəyişdirməyə çalışanda, məmnun olmayanda, narazı, şikayətçil bir yerdə olanda dəyişdirmək daha da çətin olur. Ona görə də ən asan yol indidən başlayın, şükür etməyi öyrənin. İkincisi, sıxılın. Meditasiya etməyi bilirsinizsə, 15 dəqiqə gündə meditasiya edin. Meditasiya etməyi bilmirsinizsə, öyrənin. Onu da eləmək istəmirsinizsə, sadəcə gündə 15 dəqiqə telefonu, bütün diqqətinizi yandıran hər şeyi kənara qoyub sıxılın. Bu iki şeyə kömək eləyəcək. Birincisi, həm dərslərdə, həm dərsdən sonra dərs oxuyanda nə qədər yaxşı fokuslana bildiyinizi görəcəksiniz. İkincisi isə, o oturub sıxılanda ağlınıza yüzlərlə, minlərlə düşüncə gələcək və bir yerdən sonra insan zehninin təbiətini başa düşəcəksiniz ki, bu zehnə hər cür düşüncə gəlir və hər şeyə inanmalı deyiləm. Öz ağlıma gəlir deyə, bu demək deyil ki, o düşüncə doğrudur. Düşüncələrinizi çox da ciddiyə almamağı öyrənəcəksiniz və bu bir insanın, xüsusilə də yetişkin olaraq əldə edə biləcəyi ən yaxşı bacarıqdır. Üçüncüsü isə getdiyiniz istənilən təlimdən, qatıldığınız layihələrdən, oxuduğunuz kitablardan sizə daha çox şey öyrədəsi bir şey deyəcəm. Refleksiya. Hər günün, hər həftənin, hər ayın sonunda oturub yazılı şəkildə düşünmək. Mən nəyi yaxşı elədim bu həftə? Afərin mənə. Mən nəyi daha yaxşı eləyə bilərdim? Özümdə nəyi inkişaf elətdirə bilərəm? Bu bacarıq, yəni refleksiya bacarığı beynəlxalq əmək bazarında da ən çox istənilən, axtarılan, intervyularda yoxlanılan bacarıqlardan biridir və sizə çox sürətli şəkildə inkişaf eləməyə kömək eləyir. Çünki özünüz bir gününüzə baxıb öz səhvlərinizi özünüz görüb özünüz düzəldirsiniz. Bu dediyim 3 tövsiyəni mən özüm də Stanford Universitetində magistr təhsilim zamanı edəcəyəm. Əgər sizə maraqlı gəlirsə, səhifəmi izləməyə ala bilərsiniz. Sentyabrın 1-dən etibarən oradan paylaşımlar gələcək.